Scan. Davam edək arkadaşlar. Yaxşı ki, 2 dənə soyadıma düşdü. Davam edirik. 32. 32. Aradan mühakimə zad da getdi. Eybi yox. Bunları o vaxt birinci dövrədə şeylərdiyimizə görə, işlədiyimizə görə mən elə gəlir ki, bu dəfə elə bir. 25'e bakalım. Yaxşı, baxaq, baxaq, 25. Ay arkadaşım, ay qadan alım. Bu mümkün ola biləcək ən asan məsələlərdən biri idi. Bax, bununla bunu üst-üstə çəkirik də. Bax, bunu götürürük. Çəkdik. Buradan xəttimizi qoyduq. Sonra nə edirik? Bax, bunun içində də bu lampanı çəkdik. Belə bir şey alınmalı, düzdür? Bunu burada tamamlamaqdan ötürü nələrimiz lazımdır? Birinci, burada yarım dairəni tamamladım. Bütöv dairə oldu. Ortadan xətt çəkmək lazım. Buranı birləşdirmək lazımdır, düzdürmü? Və bu tərəfdə birləşdirmək lazımdır. Bu tərəfdə də nədir? Böyük şarı çəkmək lazımdır. İndi təqribi çəkdiyim o qırmızı rənglərdən çəkdiyim hansı variantı xatırladır sizə? Əslində qaç o qədər çirkin çəkdim ki, heç bir variantı xatırlatmayacaq. Amma ən azından A-nı xatırladırmı? Çünki qırmızı xəttləri burada sağdan çəkmişəm, soldan yoxdur. Yəni beynəlçi ola bilməz. Və eyni zamanda burada yuxarıdan qırmızı qövs sağ tərəfdəndir. Altdan deyil, E variantı və D də ola bilməz. Qalır A variantı. Sonra 35 demişdi hansı arkadaş, amma 35-ə qədər sualınız varsa da verə bilərəm. 32 demiştim ben. 30, bu ya 32-yə 32 Kəlbəcər. A bu. Arkadaşlar bu necə bir tapşırıq idi? Baxın 5, 6, 12 bu üçün toplayanda 23 edir. 12, 6, 5 yenə 23 edir. 6, 4, 13 yenə 23 edir. 9, 4, 10 yenə 23 edir. Tutdunuz söhbəti. Yani Bəli. Deməli 7, 5, 12 burada neçə 11. olmalı ki 23 olsun? 11 olmalıdır, elədimi? Sonra neçəyə baxırıq? 40. 40, 37. 37. 37 əslində qalsa çətin deyil arkadaşım. Niyə? Bax bu sol tərəfdə bu gördüyünüz ifadə ki var. A evro B. Bax burada da A evro B qalıbdır. Sadəcə bunun kvadratını verir. Ona görə də ifadəmizi biraz sadələşdirirəm. Yazıram X sterling Y. Bax, elə bil A evro B-nin yerinə X qoydum. C-nin də yerinə Y. Bərabər o zaman nə olur? X-in kvadratı üstə gəl Y. İndi ikinciyə baxın. A sterling B Euro C. A sterling B görsüz olduğu kimi qalıbdır. O zaman nə yazam? A Euro B X Euro Y bərabərdir. Burada görürsünüz A Euro B A sterling B olduğu kimi qaldığına görə bu tərəfdən X-i yazıram olduğu kimi. Burada isə nə? C-nin kvadratı yazır, demək Y-in kvadratı yazır. Açıqlamalarını gördük bunların. Gördük. İndi 2 evro üçün necə hesablayacağım? 2 üstəgəl 3-ün kvadratı. Üstə gələk. Bu bir tərəfdə 4 sterling 5-i necə hesablayacağım? 4-ün kvadratı üstə gələk 5. Buradan alınır 11. Bu bir tərəfdən 21. Toplayan nedir? 32. Aydındır? Yani Sonra nəyə baxırıq? 40. 40 baxaq. Gəlin baxaq. Diqqət. Riyazi gedəcəm. Çox diqqətli olun. Bura baxın. Bax, bunun ağırlığına bərabərdirmi? Ha? Bəli. Arkadaşlar. Çünki eyni səviyyədədir. Bunun qiyməti 8 olduğuna görə 3 bucaq 4 alınırmı? Romb 8 olduğuna görə 3 bucağımız da 4'dür. Elə deyilmi? Çünki nə? Ulduzlar eynidir. Rombun yerində burada 2 dənə 3 bucaq dayanıbdır. Onda deməli romb 8 isə 3 bucaq 4'dür. Düzdür? Bəli.
Ay sağ ol. İndi burada bir dənə yazı pozu işi görürəm. Bax bunu sildim. Bax bu dairədəkilərə bax, bir də buradakilərə bax. Bax, üçbucaqlar eynidir, ulduzlar eynidir. Onda bir dənə üçbucağımız iki dənə dairəyə bərabər olurmu? Ha? Bəli. Onda dairəmiz neçə olur? 2 olmuş olur. Elədir? Bəli. Əla. İndi bura bax. Burada rombla ulduzu toplayanda nə olur? 8 plus ulduz bərabərdir. Üçbucaq neçədir? 4. Dairə neçədir? 2. 6 edirmi? 6 plus kvadrat alındı. Alındı. İndi bizə nə deyir? Kvadratdan ulduz çıxanda nə qalır? Kvadratdan ulduz çıxanda, kvadrat minus ulduz olanda, onda nə edirik? 8-dən 6 çıxır. Nə qalır? 2. Doğru cavab nədir? B variantı. Bəli. Bu da bunun cevabı. Sonraya baxırıq. Suallarınızı verin arkadaşlar. 45 müəllim. 45 müəllim. Ha arkadaşlar. Burada görürsünüz mü? B plus A'nın yerində burada 7 dayanır. Ona nə yazıram? B üstə görə A bərabərdir 7. Buradan da 5A minus 3B'nin yerində burada 3 dayanır. O zaman 5A minus 3B bərabərdir 3. İndi yuxarıdakı ifadəni götürüb 3'ə vururam ki, B'lər getsin. 3B plus 3A bərabərdir 7 dəfə 3, 21. Bunları tənli sistemi şəklində həll eləyəsi olsam, 3B'nin biri mənfidir, biri müsbət. Bunlar getdi. 5A ilə 3A'nı toplayanda 8A bərabərdir. 3-dən 21 toplayanda 24 edir. A'nın qiyməti neçə alındı? 3 alındı. Alındı. Onda 3-dən neçəni toplayanda 7 alınır? 4'ü. B'nin qiyməti də 4 oldu mu? Oldu. İndi burada C minus B bölü 2 5 verildir. C minus B bölü 2 bərabərdir 5. Arkadaşlar, B'nin qiymətinin 4 olduğunu bilirik. 4'ü 2'ye bölündə 2 alınır. C'dən 2 çıxanda 5 alınırsa C'nin qiyməti neçədir? 7. İndi bizdən nə tələb olunur? A ilə B'ni topla, C'ni çıx. A ilə B'nin cəmi neçədir? Zaten A ilə B'nin cəmini burada görürsünüz. A, B plus A 7'dir. 7 minus C'nin qiyməti 7. Neçə alınır? 0. Sonra arkadaşlar. 44. Bəli? 44. Hə, geri qayıt. Daha Jigsaw sudoku. Yaxşı, gəlin baxın. Arkadaşlar, ilk öncə nə edəcəyik? Təbii ki, məsələni həll eləməyə çalışacağıq. Burada bir neçə dənə əməliyyat yerinə yetirməyim lazımdır. Onlarda nə olacaq? Birinci, çox olan rəqəmlərə baxıb digərlərini tapmağa çalışacağım. Olarmı? Təbii ki, olar. Deməli, burada gördüyünüz kimi 5 var. Bu 5 deyir ki, bura 5 qoyma. Bu 5 də deyir ki, bura və bura 5 qoyma, oralar mənlikdir. O zaman bu iki xanadan birində 5 olurmu? Olur. Və burada da 3 olduğuna görə bu iki xanadan birində 3 olacaq. Ya solda, ya da sağda. Sonra nəyimiz var? Deməli, bu sütunun 5 var. Burada 5 ola bilməz. Bu 3 dənə xanadan hər hansı nəyində, birində neçə olmalıdır? 5 olmalıdır. Onu keçdik. Bir də bura baxmamız lazımdır. Burada. Bu 5 deyir ki, bax burada 5 yaza bilməzsən qardaş. Burada 5 ola bilməz. Mən oranı gözləyirəm. Bu 5 də deyir ki, nə burada, nə də burada 5 yaza bilməzsən. Buranı da mən gözləyirəm. Onda bu iki xanadan ya yuxarıdakına, ya aşağıdakına ikisindən birində 5 yazılmalıdır. 5'lerin yerini biz təqribi bildik. Dəqiq bilə bilmirik hazırda. Ona görə də 5'lərdən vaz keçib digər rəqəmlərə baxmağımız daha münasib ola bilər. Onlar da hansılardır? Az sonra bunları çözəcəyik. Məsələn, burada 3 var. 3'lər də çoxdur. Bu 3 deyir ki, bu nöqtədə 3 yazma, bir də bu nöqtədə.
Bu birisi 3 isə deyir ki, burada mən baxıram, burada da yazma. Onda bilir ki, burada 3 olacaq. Diqqət edirsinizmi? Çözüləcək. O 3-lərə görə bura 3 yazıram. Bu sağındakını və aşağıdakını qoruyur. Bu da aşağıdakını qoruyur. O zaman burada 5, burada 5 olmadan önce burada nağdı 5 var mı? Burada nağdı 5 varsa bura 5 yazmaq olmaz. Bu 5 də deyir bura 5 yazma, bura 5 yazdım. Bura 5 yazanda da burada 5 ola bilməz deyə 5 hara sürüşəcək? Sağ tərəfə sürüşəcək. Yəni buranın 5-i buradadır. 5'lər tam həllini tapdı arkadaşlar. 3'lərin üzərinə gedək, çünki 3'lər yavaş-yavaş çoxalmağa başlayıb. Deməli, bu sütunun, bax, burada 3 olduğuna görə bura 3 yaza bilməliyik. Burada 3 olduğuna görə bura 3 yaza bilməliyik. Məcburam bura 3 yazım. Əla. Bura 3 yazanda bu 3 deyir ki, qardaş, mən bura ilə buranı nəzarətə götürmüşəm. Bu 3 də deyir ki, burada mənim nəzarətimdədir. Onda 3 hara yazmalıyam bura? Burada 3 yazanda artıq burada 3 ola bilməz. 3'ü sağ tərəfə yazmalıyam. Yəni burada ortadakı 3'ü sildim və 3'ü götürüb buraya yazdım. Çözülürmü? Təbii ki, çözülür. 4'lərə yavaş-yavaş baxmamız lazımdır. Bu 4 deyir ki, bura 4 yazma. Bu 4 də deyir, bura yazma. Buranı mən göstərirəm. Onda 4'ü bura yazacağım. Burada 4 yazanca bura 4 yazılmaz, bura 4 yazılmaz, bura 4 yazılmaz, 4'ü bura yazmalı olan. Əla, çox gözəl. İndi davam edirik arkadaşlar. 4'lerin yazılmasından bağlı əməliyyat. Burada 6, 4, 3, 5 var. Burada da 1 olduğuna görə 1 bura yazıla bilməz. 1'i bura yazıram. Bura neçə yazır? 2. 2'ni bura yazanda artıq bura 2 yazılmaz. 2'ni götürüb bura yazmalıyam. 1, 2, 3, 5 var. 4 ilə neçə çatışmır? 6. 4 burada olduğuna görə bura 4 yazılmaz. 4'ü bura yazıram. 6'nı bura yazıram. 3, 4, 5, 6 var. Nə çatışmır? 1 ilə 2 çatışmır. Onlara girişmirəm. Amma burada girişmək olar. Burada 2 olduğuna görə bura 2 yazılmaz. 2'ni bura yazıram. 1'i bura. Burada da 2 olduğuna görə burada 2 olmaz. 2'ni bura yazıram. Onda buranın 1'i də bura düşmüş olur. İndi baxın 2, 5, 3, 4 var. 1 ilə 6 çatışmır. 1 burada olduğuna görə bura 1 yaza bilmərəm. 1'i bura yazıram. Bura 6'nı yazıram. İndi 1, 3, 4, 5, 6 yazılıbsa da neçə çatışmır? 2 çatışmır. Bax, burada konkret 2 var. O birlər də hərəsindən bir damla qaldığına görə doldurmaq asandır. Çünki burada 2'miz çatışmır. 2'ni bura yazsam, 2'ni oraya yazandan sonra burada 6 çatışmır. 6'nı bura yazırıq. 6'nı da yazandan sonra burada 4 çatışmır. 4'ü bura yazırıq. O zaman burada neçə çatışmır? Burada da 6 çatışmır. 6'nı bura yazırıq. Sonra da burada da 1 çatışmır. 1 də yazırıq. Tam olaraq həllini tapmış oluruq. Sonra nəyə baxırıq? Sualı olan var arkadaşlar. 46. 46 baxın. Nə qəşəng xorlan dediniz bu arada. Əvvəlcədən planlaşdırmışdınız. 3'ə qədər sahib dediniz elə. Baxın arkadaşlar. 1'dən 8 alıb, ondan sonra 22 alıb, sonra 50 alıb, sonra 106 alıb, sonra 218 və bu şəkildə gedib. 2 misil söhbəti mütləq var. 2 misilin üstünə 6 gəlib. Deşləm. 1'i vurubdu 2'yə, üstə 6 gələndə edib 8. 8'i 2'yə 16, 6 gələndə 22. 22'ni 2'yə 44, 6 gələndə 50. Deməli 442'ni 2'yə vururuq. 884 edir. 6 da gələndə nə olacaq? 890. Aydındır? Sonra neçəyə baxırıq? 49. 49. Yaxşı. Belə. Və arkadaşım, bunu həll eləmək üçün hissələrə böldük. Sahəni hesablamaq lazımdır. Bax, bu düzbucaqlısının sahəsi necə olacaq? 2 vuraq 4. Yəni, bura oldu 8. Düzdür? Bu balaca yerin sahəsi nədir? 1'in 1'ədir. Düzdür? Buranın sahəsi ilə 1 olur. Dairəyə aldıqlarımız sahədir. Ona fikir verin. Sonra bu birisi hissədə hesablama aparası olsam, elə bir bölgü aparacağım ki, biraz hesablamaq asan olsun.
Bax, burada 1-in 1-ədir. Deməli, buranın sayısı da 1-dir. Dairəyə aldım. Bu hissəni belə böldüm. Bura 2 idi. Bu hissəsi 1 olduğuna görə bura 1-dir. Bura 1, bura 1. Bu hündürlük də 2-dir. 2 dəfə 1 2 edir. Buranın sayısı 2-dir. Buranın hündürlüyü 3-dür. Buranın da hündürlüyü 1, 1, 2-dir. Elədi 5. 3 də eyni olduğuna görə 3 dəfə 5 neçə? 15 də buranın sahəsidir. Bu bir tərəfə gələk. Bunu belə böldüm. Bu hissənin uzunluğu 3-dür, hündürlüyü 2. 3 dəfə 2, 6. Buranın da sayısı 6-dır. Gəlin bu hissəni həll edək. Buradan belə endirdim perpendikulyar. 4 bunun eynidir. 4 də hündürlüyü. 4 dəfə 4, 16. Buranın da sayısı 16. Bəs buranın hündürlüyü, bax buradan bura qədər 4'dür. Burada 1 aşağı düşüb. Demək hündürlüyü 3'dür. Eni də 1'dir. 3 dəfə 1 də 3 eləyir. İndi gəlin buranı hesablayaq. 1, 2, 1, 2, 8, 11, 12. 3 gəldim 15. 15 də burada elədi neçə? 30. 16 burada. Elədi 46. 6 da gəldim elədi 52. Sonra arkadaşlar başka var mı? Pardon. Tardı, yaxşı. Köhnədə nəsə probleminiz var. Ha, diaqramı işləyə bilmişsiniz. Arkadaşlar qrafiklərdən aranız necədir? İşləyə bildiniz uşaq? Müəllimə şeylə işlədim. Amma o birisi sunum daha asan gəldi mənə. Layla xanım, nə ilə işləyirsiniz işləyin. Bizədən doğru cavab alın. Sabah nədəsə səhv eləyəndə gözünüzü tökəcəm. Ha. Yəni sabah nədəsə də səhv eləyəndə məndən inciməyin. Hamısını düz ala bilibsizmi qrafiklərin? Səhviniz çıxmayıbdır ki. Danışmırlar. Yəqin ki, mükəmməl işləyiblər. Mükəmməliyyətdən irəli gələn bir səssizlikdir. Hə, heç nə, xeyirli olsun, lap yaxşı, həmişə tədbirlərdə, gözəl işlərdə. Sadəcə bayaq Zoom dondu, yarı-yarımçıq qaldı dərsimiz. Yəni videolar parça-parça olacaq, bilməm nətər olacaqdır. Hə. Hə, arkadaşım, qrafiklərdə probleminiz yox idi ki? Yoxdur, çox gözəl. Başqa, nədəsə probleminiz var arkadaşlar məntiqdə? Müəllimin də qrafiklərdə var idi problem. Və deyəs problem yoxdur, hamısı həll eləmişəm. Yox, müəllim yazdım. Nədir? Yazdım çıxıbdı. Siz yazıbsınız çıxıbdı. Mən də yazdım çıxıbdı. Hə. Yo, dediniz mən başqa cür işlədim, hamısı düz çıxdı. Hə, de görüm hansıdır problem? Açıram, açıram. Düzdür, qrafiklərin hamısının izahını Telegrama atmışam. Amma yenə də göstərim. Sonra sabah deməyin ki, müəllim göstərmədi deyə kal qaldım. Paylaşam Layla xanım. Deyin görüm nerede quşlamısınız? Nəyi yanlış yapmışsınız? Görün. 34-35. 34-35. Arkadaşım, dünyanın ən asan sualını səhv edirsiniz. Burada nə görürsünüz? Qrafikdə bir banka qoyulmuş əmanətin artımı əks olunubdur. Burası 0-cı ildə koordinat başlanğıcına 0 deyirik, düzdür? İl 0 olanda nə qədər pul qoymuşdu? Ha? 5000 manat. Ay sağ ol. 5000 manat. İl gəldi oldu 5. Bunun əmanəti nə qədər oldu? 8. 8000 manat. Demək nə qədər artdı bu əmanət? Hayır Layla xanım. 3000. Ay sağ ol. 5000 qoyub 8000 olubsa da demək 3000 artıq. Neçə ilə? Neçə ilə? 5 il.
Layla xanım, oradasınız, Hı, sağsınız. buradayım, buradayım. Sağ ol. Bu sıfırıncı ildən beşinci ilə nə qədər il keçibdir? Nə olar, bir cavab Beş verin. yıl. Ha? 500. 500. 5 il. 5 ildə neçə ay var? 60. Ay sol. 3000-də bölüm 60-a. Çünki nədir? Bizə deyir ki, hər ay bir bərabər miqdarda olsa, bir ayda artım neçə manat oldu? 3000-i 60-a böldüm, neçə aldım? 50. 550. Aydındır? Sonra 41. 41. Deməli, məsələmiz nədir? Aşağıdakı şəkildə bir avtomobilin benzin sertifikatı qrafiki verilibdir. Əgər avtomobil hərəkətə başlatan 100 km sonra benzin tamamilə qurtarsa, hərəkətə başlayanda onun nə qədər benzin oldu? İndi bura bax. Bax, litr benzinin miqdarını göstərir. Düzdür, arkadaşım? Bəli. Bu xəttin gəlib bura dirənmək o demək ki, benzin qurtarıbdır. Yəni sıfıra düşübdür. Elədirmi? Bəli. Bizə deyir nə qədərdən sonra? Bu 100 kilometrdən sonra. Bura yazdım mı 100 kilometr? Bəli. Ha? İndi bax, bunu sxemləşdirirəm. Bura yazam litr, burada yazam nə? Kilometr. Kilometr. Elə? Bəli. Məsələ burasındadır ki, bu deməli 20 kilometr gedəndə nə qədər benzini var idi? 8. Ay son. Litrdən kilometrin qoy yerini dəyişim. Çünki başlayanda deyir. Litr. Bax, 20 kilometr gedəndə bunun 8 litr benzini var idi. Bəs 100 kilometrə çatanda nə qədər benzin oldu? Sıfırda gəldi. 0. 100 kilometrdə benzin qurtardı da deyir tamamilə qurtarıb, sıfıra düşüb. Düzdür? Bəli. İndi baxın. Bu hərəkətə başlayanda nə qədər yol getmişdi? Hərəkətə başlayanda nə qədər yol gedir bir maşın? 20 kilometr. Ay bax, hərəkətə başlayanda nə qədər yol getmiş olur maşın? 100 kilometr. Ay bala, hərəkətə başlayanda hələ yerindən tərpənməyib, hərəkətə başlayanda nə qədər yol getmiş olsan? Hərəkətə başlayanda başlanğıcda 0. sıfırda maşın hələ hərəkətə indi başlayır. Nə qədər yol getmiş olur? Hərəkətə başlayanda bu 0 kilometr yol getmiş sayılır. Çünki bu indiyə nə qədər tərpənməyibdi yerindən. Buradakı litri soruşur səndən. Bu nə qədərdir? Sən də baxırsan ki, 20 kilometrdən 100 kilometrə qədər 80 kilometr məsafə var. Və bu 8 litrdən nə oldu? Düşdü 0 litrə. Yəni 8 litr benzin yandırmış oldu. Düzdür? Bəli. İndi məsələmiz burasındadır ki, 100-dən 0-a qədər nə qədər məsafə var? 100 kilometr. Elə minus yazdım. İndi buradan bura qədər. Buradan bura qədər. Nə baş verməyə lazımdır? Baxın, burada 80 artanda yol 8 benzini azalmışdı. Düzdür? O zaman yol 100 azalanda benzin nə qədər olmalıdır? Bunu çarpaz vuruq. 100-ü 8-ə vuran neçə eləyir? Mənfi 100-ü mənfi 8-ə. Müsbət 800 eləyir. Düzdürmü? Bəli. Və bunu 80-ə böləndə müsbət 10 alınır. Deməli, nə olacaq? Üstünə 10 gəldi. Bu elədi nə qədər? 10. İndi gəlin belə götürək. Heç bunu qurmamışıq. Qrafikin üzərində baxıram bunu. Baxın. Deməli, buradan bura qədər 100, deməli 8 litr benzini var idi 20 kilometr gedəndə. Sonra 8 litr benzin tükəndi və baxdınız ki, 20-dən 100-ə nə qədər? 80 kilometr yol getdi. Belə çıxırmı ki, hər kilometr, hər 100 bedim, hər 10 kilometrə 1 litr benzin yandırıb. Düzdür? Bəli. Ay sol. Bu da başlanğıcdan bu yana 100 kilometr gedibdirsə də,
10 kilometrə 1 litr benzin isə 100 kilometrə nə qədər benzin edəcəkdir? 10 litr eləmiş olacaqdır. Yəni heç bayaqki kimi qurmadıq, düstura salmadıq. Sadəcə məntiqi mühakimə yürüdürük ki, 20 kilometrdən 100 kilometrə qədər bu 80 kilometr yol gedir və 8 litr benzin yandırır. Bu ümumilikdə 100 kilometr yol getdiyinə görə nə qədər benzin yandırmalıdır? Deməli 10 litr benzin yandırmalıdır. Doğru cavabımız da olur 10 litr. A variantı. Görürsünüz nə qədər rahat. Sonra arkadaşlar başqa. Bir də 48 səhv çıxıbdı. Gəl baxın. Aha. Burada çox diqqətli olun. Burada artıq nədir? Məsələnin həllində nədən istifadə etməyimiz lazım gələcəkdir? Dedim, hesablama metodundan. Çünki hansı ildə A-nın boyu B-nin boyundan 10 metr çox olar. Demir, ha, A-nın boyu bu boyda olacaqdır. Yaxud B-nin boyu bu boyda olacaqdır. Aradakı fərqdən söhbət getmiş olur. Görün, nə iş görürəm mən. Bax, buradan bura nə qədər zaman keçib arkadaşım? 3. 3 il. Aradakı boy fərqi nə qədərdir? 3. 3 metr. 3 ildən sonra aradakı boy fərqi nə qədərdir? 6. Arkadaşım, bura bax. Burada A-nın boyu nə qədərdir? Bax, bu nöqtədə. 9. B-nin boyu nə qədərdir bu nöqtədə? 3. Ay, Layla xanım. Boyu hansı hissə göstər? Boyu hansı vahidlə ölçürlər siz tərəfdə? Metr. Metrlə. Bu nöqtəyə baxın. Burada bu nöqtə neçəni göstərir burada metr 9. şkala? Hər ikisi 9-dur. Və gözünüz görür, mənə niyə aldadırsınız buradan bura? Sizin bir qələminiz belə bir aşağı gedir, elə bilirəm içi Ha, görsədir. qələm aşağı getmək yox. Nöqtəni görürsünüz. Qələm aşağı gedirsə də onun nə dəxli var? Bəlkə mən çaşdırmaq üçün belə edirəm. Halbuki elə eləmirəm. Bir yerdə saxlamışam. Bu yavaş-yavaş sensorda aşağı düşür. İndi mən də soruşuram. Bu nöqtənin koordinatı görürsünüz ki, bütün hallarda metr koordinatı 9-dur. Bu nöqtə A-da da, B-də də nədir? 9. İndi baxın, məsələmiz burasındadır ki, 9 ilə 9-un arasında məsafə nə qədərdir? 0. 0. İndi burada 0 randır, düzdür? Bəli. Və buradan siz görürdünüz ki, 3 ilə bunlar arasında məsafə 3 metr nə olubdur? Dəyişibdirsə də. 1 ilə nə qədər boylar arasında məsafə yaranır? 1 metr. 1 metr. Ay, sağ ol. İndi A ilə B-nin boyu arasındakı məsafə 10 metr olması üçün nə qədər müddət keçməlidir? 10 il. 10 metr, bəli, 10 il keçməlidir, düzdür? Bəli. Məsələ də burasındadır ki, bu 10 il nə vaxtdan? 3-dən sonra keçməlidirlər. Çünki burada sıfırlanıbdır, elə deyilmi? Bəli. 13. Bəli, 10 il keçəndə nə olur? 13 il olur. 13 ildən sonra A ilə B-nin, 13-cü ildə nə olacaq? A ilə B-nin arasındakı boy fərqi 10 metr olacaq. Məsələmiz nədir? Düstur da, sxem də sadəcə standart olan bir şeyi həll eləmək üçündür. Mahiyyəti dərk edəndə, sənə tamam fərqli bir şey verəndə də artıq nə eləmirsən? Ayda hansı düsturdan istifadə edəcəm, hansı metoddan istifadə edəcəm, tənasüb nədir deyə düşünmürsən. Ağlını işlətsən doğru cavabı alınır. Görsən nə qədər rahat. 7 mənim çox sağ olun. Aha. Başqa kiminsə də məntiqdə nədəsə problemi var. Mənim bəs tərazilər var ya, onları tək mövzu kimi keçir. Onu keçəcəm. Odur, kublarda onları ayrıca tək mövzu kimi keçəcəm. Çünki bayram ərəfəsində başınız qarışıq olur. Nə? Yarı-yarımçıq öyrənməyinizdən də. Həm də ki, görün. Bəlkə də bilirsiniz. Mən keçəndən sonra deyəcəm, ha, bunu bilirdim. Amma indi
Görəcəksiniz ki, nədə çətinliyiniz var, deyəcəksiniz, onları keçəcəm. Məntiqdə nəsə sualınız var? Bu həftə tətil deyəndə 4-cü gün, yox, 3-cü gün dərsimizdir. 5-ci gün amma dərsimiz olmayacaq da. 5-ci gün dərsimiz olmayacaq. Hə. Müsalə xanım sevindi. Arkadaşlar niyə belə passivsiz? Cavab verə bilirsinizsə cavab verin. Probleminiz var məntiqdə hazırda? Yox, indiyə kimi keçişlərimdə yox. Yox, indiyə kimi yox. Bu dərs üçün mənə verəcəyin sual var, yoxsa yoxdurmu? Yox, məndə Yox. yox. Yaxşı. Onda 15 dəqiqə fasilə, 15 dəqiqədən sonra informatikada görüşürüz. Olurmu? Bəli. Hə, Olur. lap yaxşı. Mən burada səsi bağlayıram.
Ha arkadaşlar, axır ki yemək yedim. Şimdi qoy birisi arkadaş da çağırım. Hardadır bizim grubumuz bu?